Selamun Aleyküm ve Rahmetullah Said mənim. Aleykümselam ve rahmetullah. Son zamanlarda bir nəfər var ki, o adamın adını çəkməsək də öz fikirlərində xavaric düşüncəsini sərgiləyir. Onun sözlərinə baxdıqda, gah Suriyadakı döyüşə cihad deyib, ora getməyi fardu kifayə olduğunu deyir, sonra isə mən o mənada deməmişəm, başqa mənada demişəm deyir. Gah Azərbaycandakı insanları 3 qismə bölüb, bir qismini fətrə əhli adlandırır, sonra isə həmin videonu silir və bir müddət sonra həmin sildiyi videodakı fətrə əhli sözünü alimlərdən dırnaq arası dəlil gətirir. Belə saymaqla bitməz, hətta söhbəti aidiyyəti olmayan mövzulardan danışır. Hansı ki, fətrə sözünü fitrə sözü ilə əvəz eləyir. Və deyir ki, mən insanların başa düşdüyü tərzdə danışıram. Bu günlərdə yayılan səs yazısında isə sıravi bir Azərbaycanlı barəsində deyir ki, əgər adam şirk, küfr edirsə, vəssalam, sən o adama necə müsəlman deyə bilərsən? Sualımız budur ki, Səid müəllim, bunlara deyən insanın hələ də mən sələfiyəm deməyə haqqı varmı? Məgər bu fikirlər sələfin düşüncəsi ilə üst-üstə düşürmü? Bismillah ve salatu ve selamu ala Resulullah ve ala alihi ve sahbihi ve sellem teslimen kethira ma ba'd. İlk önce Peygamber sallallahu aleyhi ve sellem'den bize nəql olunan bir hədisə diqqət çəkmək istəyirəm. Hansı ki, Peygamber sallallahu aleyhi ve sellem deyir ki, insanlara ilk peyğəmbərlik dövründən çatan kəlamlardan biri də budur ki, əgər utanmırsansa nə istəyirsən et. Və misal da var ki, necə ki, eşitmişik, oğru elə bağırdı ki, doğrunun bağırı çatdı. Yəni, bu cür insanlar, yəni söhbət yox ki, biz onlara nəsə sübut etmək deyil qəsdimiz, onsuz da sübut etmək mümkün deyil. Çünki günü üçün yaşayır, yəni hər gün bir mövzudadır. Hər gün bir fikirdədir. Bugün bir söz, sabah bir söz qoyur ortaya. Necə deyirlər, gah nala vurur, gah muxa. Sələfilik aydındır. Sələfilik qarışıq fikirlər deyil. Gündə bir fikirdə olub, kimsə nəsə desə, ona uyğun danışıb, sabah başqa bir şey desə, ona uyğun danışıb. Belə deyil. Sələfilik paçlıqdır, sələfilik sabitlikdir, sələfilik düzgünlükdir, sələfilikdə yalan yoxdur, yozmaq yoxdur. Sözsüz ki, o fitrə əhli barədə və fətrə əhli barədə sözü qəsli özü deyir. Yəni, özü də yaxşı bilir ki, özünün dediyində səhvçiliksə. Bəli, nə Azərbaycan dilində, nə ərəb dilində eyni məna daşımır bu sözlər. Amma yenə də baxsaq, yəni ki, bu sözlərə, biz də açıqlamışdıq keçən mövzuda, biraz daha aydınlıq verək ki, yəni, onun üçün yox, yəni ona qulaq asan insanlar hansı ki, aldadıb onları və aldadmaqda da davam edir. Fətrə əhli və ya fitrə əhli ən birinci bil ki, bu termindir. O terminlər ki, eyni mənada işlətmək nə şəri terminologiyada, nə də əqidəvi əsaslarda düzgün deyil. Əksinə ziddir, ikisini eyni işlətmək. Fətrə əhli nədir? Yəni, keçən dəfə dedik ki, fətrə əhli peyğəmbərlərin göndərilməsi arasında keçən zaman boşluğudur. O boşluqda yaşamış insanlara deyilir, onlara risalətin, vəhyin çatmadığı insanlara deyilir. Bir sözlə bu termin, yəni, şəriət çatmayan insanlar üçün də istifadə edilir. Məsəl üçün, İsa Peyğəmbərlə Muhammed Peyğəmbər arasında olan dövrdə yaşayan risalətdən xəbərləri olmayanlar. Lakin biz heç var onun dediyi kimi deməmişik ki, o Peyğəmbərin zamanına kimi olan bir insanlara deyilir. Bilmirəm, haradan çıxarıb. O besin qulaq asanda səhv eşidib, bir də qulaq assın. Fətrə əhli alimlərin dediyi kimi, necə ki, özü də gətirib. Hər zamanda ola bilər. Hər bir zamanda. Hansıları ki, din düzgün çatmıyor və ya Peyğəmbərin düzgün dəvəti çatmıyor. Amma fitrət əhli nədir? Fitrət sözü əhlül fitra və ya fitrət əhli termin kimi daha çox nədə işlədilir? Əqidəsi saf olan, təbii yaradılış anlayışında olan bir insan üçün
Yəni insanların yaradılış xüsusiyyətindən danışır. Yəni təvhidə meylli olmasından danışılan insanlara aid. Yəni fitri İslam təbiəti nəzərdə tutulur. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisində misal çəkir ki, "Kullu mevludun yuladu alel-İslam." Hər bir doğulan fitrət üzərində doğulur, İslam üzərində doğulur. Kullu mevludun yuladu alel-fitra. Thumma abawahu yuhawwidanihi ev yunassiranihi ev yumeccisan. Sonra valideynlər, ata-anası ya onu Yahudi edir, ya Nəsrani edir, Məsihi edir, ya da ki Məcusi edir. Hədisdə səhihdə ehtiyac yoxdur. Hədisin səhihində zəifliyini baxaq. Buxar Müslimdədir. Yəni bir insanın daxili təbii olaraq təvhidə meyilliyindən danışır. Yəni o cür yaradılıb. Ona görə də terminoloji dəqiqlik məsələsi dini elmlər arasında xüsusən mühümdür. Dini elmlərin əsasındandır ki, terminlər düzgün istifadə olunmalıdır. Biz onu deyəndə qəsdimiz bu idi ki, yəni qarışdırılmamalıdır. Ne üçün açıqlayacaq? Fətra əhli ilə fitrə əhlini bir tutmaq elmi yanlışlıqdır bu, xətadır ən azından. Ona görə də İslam elminə görə, xüsusi də əqidə mövzusunda terminlərin düzgün istifadə edilməməsi sadəcə bir elmi məsələ deyil. Əksinə imanla bağlı bir məsələdir və məsuliyyətli bir məsələdir. Hər bir termin öz mənasında, öz şəri kontekstində olmalıdır. Ne üçün? Çünki terminləri qarışmaq həm mənada təhrifə salırsan, həm praktiki böyük səhvə yol verə bilərsən. Ona görə fikir versə alimlər, elm tələbələri bu kimi məsələlərdə terminlərə diqqət ediblər. Çox diqqətlə yanaşıblar. Çünki əks halda ya əqidədə, ya fiqdə, ya təbliğdə, ya dəvətdə mütləq qarışıqlıq olur və pis nəticələri olacaq. Əleyhissalam. Fitrə ilə, fətra ilə fitrət anlayışı fərqli mənbələrdir. Bunu bilmək lazımdır. Eyni mənbə deyil. Fətra zaman və vəhiy baxımından bir dənə boşluq, bir boşluqdur. Fitrət dediyi ki, özü də dediyi kimi insanların yaradılış xüsusiyyətidir, təvhidə meyillidir. Necə etiraf etdi öz danışığında. Və yəqin ki, onu da qəsdi gətirib bu məsələni. Çünki insanlar bizim bu məsələləri açmaqda məqsədimiz başqa bir şeydir. Yəni mühüm olan başqa bir şeyə toxunurduq. Hansı ki, yəni o ondan yayındırmaq istəyir insanlara, o məsələləri gətirməklə. Yəni nə idi söhbət? Bizim danışdığımız Azərbaycan xalqı haqda onun formalaşdığı rəyə hansı ki, fitrət əhli kimi göstərdi onları birinci. Yəni kafirdir demək istəyirdi. Sadəcə deyə bilmirdi. Bir də fitrət əhlidir. Özü də səs yazısında bu yaxında yayılanıb. Gördünüz, açıq aydın təyin edir. Birinci deyir ki, cahilliyi üzr görürəm. Sonra deyir ki, şirk küfür etmiş və salam. Ona necə müsəlmandır? Yəni bu təyindir. Səsindən eşitmişsiniz. Yəni bunu nə yozsan, nə kəssən orasını, burası sözdür. Amma qaldı ki, yəni o fərqli fitrə, fətra, mənaca, hansı ki, o məsələlərə göstərdi ki, sanki biz onda rədd etməyə çalışırıq, elə göstərməyə çalışdıq. Leksik baxımdan, tərcümə baxımdan o sözlərin düzgün istifadə edilməsi önəmlidir. Baxaq, niçin? Çünki aralarında fərq var. Açıq aydın fərq var. Hələ ərəb dilində fərq var. Qaldı ki, Azərbaycan dilində düzgün izah forması var. Fətra ilə fitrət arasında ən azından hərf fərqi var. Onu yəni biraz ərəb dili öyrənən, o 28 hərfi öyrənən, o uşaqlar da görür ki, ta ilə tənin fərqi var. Fətra, fətə-ra hərflərindən ibarətdir. Fitrət isə fə, ta hərfi, bir də ra hərfindən ibarətdir. Tə ilə ta arasındakı hərf fərqi, bu, yəni kiçik görünsə də bu fonetik fərq, mənaca böyük fərq. Mənaca böyük fərq. Ona görə Azərbaycan dilində düzgün necə izah olunmalıdır, necə tərcümə olunmalıdır? Fətra əhli düzgün tərcüməsi odur ki, Peyğəmbərlərin göndərilməsi arasında vəhyin, risalənin kəsildiyi dövrdə yaşamış, risalət çatmamış insanlar. Yəni, dəvət çatmamış insanlar. Düzgün tərcümə budur ki, şəriət çatmayan dövrdə yaşamış insanlar və ya şəriət onlara çatmayan insanlar. Onlara fitrət əhli kimi tərcümə etmək olur qətiyyən əsla. Fitrət əhli kimdir? Düzgün tərcüməsi nədir?
yaradılışdan tohidə meyilli olan insanlar. Yəni, insanların daxilində olan Allaha yönlü təbii xasiyyətləri, halı, ona görə də bu məfhum, yəni fitrət, psixoloji, bir də əqidəvi xarakter daşıyır. Yəni, insanlar daxilində onların təmiz olmağından söhbət gedir. Fitri meyilliyindən söhbət gedir. Ona görə düzgün tərcümə də nə olmalıdır? Tohidə meyilli olan insanlar. Yəni, yaradılışdan tohidə meyilli olan insanlar o düzgün, salamat yaradılış sahibləri. Amma şəriət çatmayan insanları da eyni cür demək ciddi xətadır, ciddi səhvdir. Yəni, onun dediyi kimi bu sözü eyni oxuyub, eyni yazmaq, eyni tərcümə eləmək, bu ifadə həm leksik səhvdir, həm terminoloji qarışıqlıqdır, həm əqidəvi təhlükədir. Ne üçün? Çünki fitrə ilə fətrə arasında bircə hərif fərqi olsa da, bu fərq şəriət və əqidə elmlərində iki dənə ayrı dünyanı birləşdirir. İki dənə ayrı dünyalar. Biri zamanla bağlıdır, biri yaradılışla bağlıdır. Ona görə də düzgün sahədə işlədilməlidir. Dəqiq tələffüz, dəqiq yazılmalıdır. Dəqiq deyilməlidir. Tərcümə edəndə də mənbəyə diqqət yetirilməlidir, mənaya diqqət yetirilməlidir. Ən azından fətra sözü termin, istilahi termin. Ehtiyac yoxdur tərcüməyə. Çox terminlər kimi deyilir, sonra Azərbaycan dilində açıqlanır mənası. Qaldı ki, lüğətdə deyir ki, Azərbaycan dili lüğətində yoxdur. Özün dediyi kimi, əgər axtarsaydı, o savadsız saydığı insanlar kimi, hansılar ki, onlar axtarıblar, internetdə ən azı baxıblar ki, 2-3 il bundan əvvəlki lüğətlərdə elə fətra sözü də var Azərbaycan dilində. Açıqlayırdılar, o axtarsa tapar olur. Qaldı ki, əsas məsələ hansı ki, onu danışdığı, sələf alimlərindən dəlil gətirdi ki, fətra əhli həmişə olur. Birincisi, o sözləri biz də dedik ki, fətra əhli həmişə olur. Biz nə deyirik? O alimlər ki, hansı ki, onlardan dəlil gətirmirsən, onlar fətra əhlini kafir sayırlar. Ən azından əksəri. Fətra əhli haqqda Şeyx İbn Baz Rahiməhullahdan bu gətirdiyi sözə baxsaq, nə deyir? Deyir ki, kullu mən mətə alə cahiliyyə huva min əhlin nar liənnəhu mətə alə kufrihi billah illə mən səbətə ənəhu min əhlil fətra və ləm təğluğu risalə və lə də'və fəhədə əmruhu ilallah. Lakin hukmuhu fid-dünya hukmul kuffar, hukmul cahiliyyə, la yugassal və la yusalla aleyh. حكم الجاهلية لكن إذا كان في نفس الأمر لم تبلغه الدعوة ولا رسالة فهذا له حكم أهل الفترات يمتحنون يوم القيامة على الصحيح فمن أطاع دخل الجنة ومن عصى دخل النار. Deyir ki, İbn Şeyx İbn Baz Rahimehullah Fətavə Nurun əl-Əbdarda, atan da cəhənnəmdə sualının cavabında deyir ki, kim cahiliyyə dövründə yazıcı yaşayıbsa, yəni İslamdan əvvəlki dövrdə və o halda ölübsə cəhənnəm əhlindəndir. Çünki Allah küfr halında ölüb. Yalnız Risalə, İslam mesajı, o dəvəti ona çatmayıbsa, o fitrət əhlindəndir. Yəni, haqq eşitməyibsə, haqq ona çatmayıbsa, onun fitrət əhlindən olduğu sabit olan kimsələrdəndirsə, onlar istisnadır nədə? Axirət hökmündə. Hansı ki, dediyim ki, keçən dəfə alimlər onda ixtilaf ediblər ki, olan halı nədir? Deyiblər ki, deyir ki, Şeyx İbn Baz, bu Allahın işidir. Lakin dünyada olan hökmü nədir? Cahiliyyət əhli kimi küfr hökmündədir, kafirdir. Yuyulmur, ona namaz qılınmır, cahiliyyət əhlinin hökmü kimi. Hansı ki, o, yəqin ki, o müsəlmanlara bunu deyəndə bunu qəsd edir ki, onlarla belə müamilə olunur. Fətrət əhli kimi, kafir kimi müamilə olur. Sadəcə açıq aydın deyə bilmir. Bu cür dedi əvvəlində, sonra başqa cür dedi, sonra tamam başqa cür dedi. Amma Şeyx İbn Bazın sözünə baxsaq, Şeyx İbn Baz fətrə əhlini kafir deyir. Ona görə sözünü davam edir. Amma əslində onlara dəvət və risalə çatmayıbsa, o fitrət əhlinin hökmündədir. Doğru rəyə qiyamət günü imtihan olunacaqlar. Kim itaət etsə cənnətə daxil olacaq, kim asi olsa cəhənnəmə daxil olacaq. Başqa yerdə nə deyir? Əmmən mən kənə fi biladin bəidətin əl-muslimin. Amma kim müsəlmanlardan uzaq bir diyarda yaşayarsa, necə ki o gətirmişdi bunu. Ki fitrət əhli həmişə olur. Amma Şeyx İbn Baz bunu nə üçün gətirir? Yəni fitrət əhli kafir də demək istəyir. Deyir ki, amma kim müsəlmanlardan uzaq bir diyarda yaşayır? Min əhləl fətra. Əllədinə ləm təğluğum də'və. Hansılar ki, onlara dəvət çatmıyıb. Və ləm yəsmə'u bi qavlillahi və lə rasulih. Allahın və elçisinin sözünü eşitməyiblər. Hədə ləhu hukmul kəfaratı dünyəvi. Onların hökmü dünyavi kafir hökmüdür.
Yəni kafirdirlər fitrət əhli. Əmruhu ilallah fil axirə. Axirətdə isə əmrləri, yəni işləri Allahadır. Fəhukmu dünyavi, nədir dünyavi hökmü? Deyir ki, şeyh la tukəzzə bihətuhu, kəsdiyi yiyilməyir. Mədəmə yə'məl əməl kuffar. Nə qədər ki, kafirlərin əməlini yerinə yetirir. Lakin əmruhu ilallah yevməl qiyamə. Lakin qiyamət günü işi Allahadır. Yumtəhənu yevməl qiyamə. İmtihan olunacaq. Fəin əcəbəl əvamir daxil. Yəni, əmrlərə tabi olsa, cənnətə daxil olacaq. Və inəsə daxilından. Əgər asi olsa, cəhənnəmə daxil olacaq. Hədə huvə sahih fi əhlül fıdra. Fətrət əhli haqqında səhih olan da budur. Yenə Fətəvə Nurun Ələbdarda şeyh şirk əhlinin, yəni kəsdiyini yemək caiz edilmiş sualını cavabında cavablandırır. Saytında da var. Qaldı ki, Şeyh Muhammed Nasrəddin Əlbənidən rahiməhullahdan dəlil gətirməsi, deməsi ki, şərqdə də, qərbdə də fətrət əhli var. Və yəni biz bunu inkar edirik. Və ya bundan nəsə inkar eləmiş. Əslində şeyxin bu haqda sözləri çox. Ən çox bəlkə fətrət əhli haqda danışanlardan biri Şeyx Albanidir. Sadəcə ondan və ya onun kimlərdən fərqli olaraq şeyx şirkə, küfrə düşmüş müsəlmanları təkfir eləmir birbaşa. Bunlardan fərqli olaraq, xəvariclərdən fərqli olaraq müəyyənlə mütləq hökmü ayırır. Şirkə, küfrə düşmüş kəsi haqqında hüccət qalxmamış, onun haqqında küfr hökmü vermək üçün, kafir müamiləsi eləmək üçün, küfr hökmü sübuta yetməsi üçün, şərtlərin yerinə yetməsi, maniyələrin aradan qalxması şərt gördüyü üçün, yəni o müsəlmanları kafir görmür şeyh. Şeyh Muhammed Nasrəddin Əlbəninin bu haqda sözünə tam baxsan, görərsən ki, şeyh neynir? Şeyh fitrət əhlindən danışmaqla əslində ondan fərqli olaraq cahil müsəlmanlara üzr gətirmək üçün danışır orada. Cahil müsəlmanlara üzr gətirmək üçün ki, yəni bəzi cahil insanlar, xüsusilə də İslamdan az və ya heç eşitməyənlər, hansı şeylər ki, dinin əsaslarından çoxundan cahildir. Fitrət əhli kimi müəyyən üzrləri var. Necə fitrət əhli axirətdə Allaha da işləri, onlar da yəni bu dünyada üzürlüdürlər, onlara düzgün dəvətin çatmadı. Necə ki, Avropanı misal çəkir bəzi sözlərində, deyir ki, onlara dəvəti sufilər çatdırıb, bidət əhli çatdırıb, İslam düzgün çatmayıb. Bunu görə şərt qoy, görür Peyğəmbər s.ə.v-in düzgün dəvətinin müsəlmanlara çatması üçün ki, onlara hüccət qalxsın. Ona görə demək istəyir ki, yəni onlara hökm vermək olmaz kafir hökmü. Çünki dəlil, səhih dəlillər hələ onlara çatmayıb. Hətta bu cür cahillər müsəlman ölkələrində mövcuddur. Ondan xəvariclərdən fərqli olaraq şeyxin bu baxışı nədir? Yəni ki, şəriətdə hüccətin, dəlilin çatmasının vacibliyinə dəlalət edir. Yəni insan əgər bir şeyin haram olduğunu, bir şeyin şirk olduğunu bilmədən bunu edərsə, İslam dairəsindən çıxarılmır birbaşa. Necə ki, o səsində eşitdiyiniz kimi, elə eləmir. Demir ki, o necə müsəlman, ona necə müsəlman deyə bilərsən. Belə demir. Bax, Şeyx Albani şirk etmiş müsəlman haqqında nə deyir? Ənə lə ukəffiru həuləil əmməl-ləzīnə yatufunə həvləl qubur li qələbətil cəhl. Silsilə Hudən Nur 666-da şeyx deyir ki, mən bu qəbir ətrafında fırlanan cahil xalqı kafir saymıram. Çünki cəhalət üstünlük təşkil edir. Başqa yerdə nədir? Həl yu'dar bil cəhl fil məsəl itiqad. Aqidə məsələlərində cəhalət üzürdürmü? Deyir ki, əmmə fi biladinəl yevm yu'dar. Amma bugünkü ölkəmizdə üzr var. Ne üçün? Lənnəhu leysə hunəkə uləmə yubəlliğun əhkəmilləhi iləl-əmə. Çünki Allahın hökmlərini cəmaata çatdıran alimlər yoxdur. Silsilə Hudən Nur, eləcə də Mövsuatul Albaniyə bax, 5-ci cild 744. Eləcə də Nurun Ələbdar 262-də. Bax, qaldı ki, Şeyx Hüseymin sözü açıq aydındır. Şeyx Hüseymin sözü günəş kimidir. Hansı ki, gətirib, yarımçıq oxudu orada ki, fətrət əhli 2 qismdir. Birinci qism hansı ki, mən qamət əleyhiniz, o kəslər ki, onlara hüccət qalxıb, əraful haqq, haqqı biliblər, ləkin ittəbə'u mə vəcədə əleyhə və lakin atalarının tapdığına tabi olublar. Onlar kafirlərdir. Hansılar ki, hüccət qalxıb. Və hədə lə udra ləhu və yəkunu min əhlinadir ki, bunlara özür yoxdur, onlar cəhənnəm əhlindəndir. Bu asıq aydın kafirlər haqdadır. İkinci qismdə kafirlər haqdadır. Mən ləm təqum əleyhlə, o kəs ki, ona hüccət çatmayıb. Və innə əmruhu ilə Allah. Onun əmri Allahadır. Və lə nə'ləm məsırı, bilmirik hara düşəcək, yəni cəhənnəmə düşəcək, cənnətə düşəcək. Və hədə mən ləm yanışı şər aleyh, hansı ki, şəriət yəni deməyib, dəlil gətirməyib, nədir onun aqibəti? Əmmə mən səbətənnəhu finnar və muqtada dəlil-i sahib əhvənlər. Amma səhih dəlillə kimin üçün sabit olub ki, o oddadır,
O oddadır. Məcmua Fətava 2-ci cild 48-ci səhifə. Şeyx Hüseymin belə deyir. Deməli, kimdən söhbət gedir? Kafirlərdən. Çünki Şeyx Hüseymin özü deyir ki, əgər özünü İslama nisbət edən insan şirkə, küfrə düşürsə, o İslam dairəsindən çıxarılmır. Ta ki, ona hüccət qaldırılana qədər. Şərtlər yerinə yetib, maniyələr aradan qalxana qədər. Belə cavab verir. Başqa yerdə nə deyir? Açıq aydın işarə edir ki, fətrat əhli kafirdir. Deyir ki, İzə mətə atfalul kuffar və hum ləm yəbluğu sinnət təmiz. Əgər kafirlərin uşaqları seçim, yəni anlayış yaşına, ayrı etmə yaşına çatmadan dünyadan köçüblərsə, və kənə əbuhum kəfirin, ataları da kafirdirsə, fə innə hukmu hukmul kuffar, olan hökmü, kafir hökmüdür fid dünya, dünyada. Ey, lə yuqassanır, yəni yuyulmurlar, və lə yukəffənun, kəfəndənmirlər, və lə yusalli aleyhim, namaz qılınmır onlara, və lə yutfənun mə'l müslim, müsəlmanlarla dəfn olunmurlar, lənəhəm kuffar, çünki onlar kafirlərdir. Bir valideyhim, ataları kimi. Hədə fid dünya, bu dünyadadır belə. Sonra nə deyir? Əmmə fil axirət, Allahu a'lem bimə kənu amilin. Ahirətdə Allah bilir, yəni nə etdiklərini. Sonra deyir ki, o asahul əqva fihim, ən doğru rəy olar haqqda nədir? Ən Allah subhanahu ta'ala yaxtəbirhum yevməl qiyamə. Allah da onları qiyamət günü imtihana çəkəcək. Bimə yəşə minət təklif, istədiyinə mükəlləf edərək. Fəin imtəzəlu ədxələllahul cənnə, əgər əmrə tabi olsalar, cənnətə daxil ediləcəklər. Və inə əbəv ədxələhumdan, imtina eləsələr, asi olsalar, o da daxil olacaq. Sonra nə deyir? Və həkədə nəqulu fi əhlil fitrə. Beləcə fitrət əhli haqda da belə deyirik. Nə deməkdir? Yəni, dünyada kafirdirlər. Və mən ləm təbliğun risalə. Kimə risalələr çatmıyor? Yəni, Peyğəmbərlərin dəvəti çatmayıbsa. Fəllahu ələm bimə kənu amil. Allah bilir, yəni, onların nə etdiyini, yəni qiyamət günü. Yuxtəbərun. İmtihan olunacaqlar. Və yükəlləfuna bimə yəşə Allah əzzə. Allahın istədiyi ilə mükəlləf olacaq. Yəni, onlara əmr olacaq. Allahın istədiyi imtihanla. Və mə təqtədi hikmətu. Hikməti nəyi gərəkdirirsə. Fəinə ta'u daxalul cənnət. İtaət eləsələr cənnətə daxil olacaq. Və inə sav daxalul ənnar. Asilə etsələr cəhənnəmə daxil olacaq. Yenə Məcmua Fətavada 17-ci cild 443-cü səhifədə Şeyx Hüseynin rəyi budur. Bundan da daha açıq aydın Şeyx Muhammed ibn İbrahim rahimehullah səndən fərqli olaraq açıq aydın deyir ki, fitrət əhli kafirdir. Soruşulur ondan, həl yusəmmuna əhlül fətra, həl yusəmmuna kuffaran muslimin. Fitrət əhli müsəlman adlanır, yoxsa kafirdirlər? Fəəcəbə bi qovli, deyir cavab verərək, kuffarun lə muslimin. Kafirdirlər, müsəlman deyirlər. Ona görə bax, təqrir 175 rəqəm, 1-ci cild 212. Nədir cavabı açıq aydın? Yəni bu ifadə ilə səndən fərqli olaraq şeyx deyir ki, fitrət əhli kafirdir. Sənin kimi demir ki, həmin şəxs şirk, küfr etdiyi kimi mən onu necə müsəlman adlandırıram. Onu İslamdan, yəni müsəlmanı sənin kimi İslamdan çıxarmır. Əslində fitrət əhlini kafir sayır. Lakin bu neyinir? Azərbaycanda müsəlmanları İslamdan çıxarır. Onları İslamda saymır. Fətrət əhli sayır. Nə iddiası ilə ki, bunlar İslamdan xəbərsizdir və ya fərdi şəkildə təyin eləyərək deyir ki, mən ona necə müsəlman deyim, fitrət əhlidir deyirsə, bunlar hamısı təhlükəlidir. Təhlükəli fikirdir, təhlükəli iddialardır, təhlükəli sözlərdir. Yəni, bu sözlər deyir ki, Azərbaycan əhli müsəlman deyil. Xülasə budur, yəni onlarla kafir müamiləsi olunmalıdır. İslamı bilmədikləri üçün fətrə əhlinin hökmündədir. Ağır, təhlükəli bir ittihamdır, bir hökmdür. Çünki dediyimiz kimi, yenə də deyirik və etiqad edib deyirik. Azərbaycan xalqı deyiləndə müsəlmanlar ağla gəlir. Onun dediyi kimi durub nağıl danışıb demirik ki, olan içində xristiyan da var, içində krişnaitləri var nə qədəsə və ya hansısa kəndə gedib orada kimsə görüb deyir, biz müsəlman deyilik, bizim xəbərimiz yox. Heç kim özünü İslama nisbət edənlərdən, Azərbaycan əhalisindən deyirsən ki, sən müsəlmansan, deməz ki, mən müsəlman deyiləm. Əksinə deyər ki, nə danışsın? Necə ya müsəlman? Ola bilər, şəriətin əhkamlarından cahil olsun, İslamın bəzi təfsilatından elmsiz olsun, düzgün əməl edən olmasın, bəzi əməlləri tərk edən olsun, onlara öyrədən olmadığı üçün, İslam onlara yəni təfsilatçı şəkildə çatmadığı üçün. Lakin bu demək deyil ki, onlar fitrət əhlidir.
və ya fitrət əhli kimi müamilə olunurlar. Cahil insanlar da necə ki, hər bir ölkədə var. Bu diyar İslam diyarıdır. Bacarsansa, belə de ki, Azərbaycan İslam diyarıdır, əgər bacarsansa. De ki, Azərbaycan xalqı müsəlmandır. Nağıl danışma. Bu diyar İslamın olması 1000 illiyin bəhrəsidir. 1000 illik səcdələrin ətridir bu diyarda İslam. Bu torpaq hələ 1000 ildən çox, 1000 ildən öncə La ilahe illallahını Allah Taala nurlandırıb buranı, işıqlandırıb. Əcdadlarımız qılıncla yox, necə ki bəzilərdir, qəlblə bu dini qəbul ediblər. Döyüşsüz, müharibəsiz Ömər radiyallahu anh xilafətində, hicrətin 22-ci ilindən bəri. Bu diyarda azan var, namaz var, Quran oxunur, oxunub da, oxunacaq da inşallah o məkirli insanların məkrinə baxmayaraq, hiləsinə baxmayaraq, Quran öyrədilir, məscidlərdə, mədrəsələrdə əlifba öyrənir uşaqlarımız, analarımız, nənələrimiz dua dillərindən düşməyib heç vaxt, atalarımız, babalarımız zikirlə nəfəs alıblar, baxmayaraq istəyiblər o nəfəsi kəssinlər. Müəyyən əsrlərdə kafirlər, kommunistlər, zəlalət firqələr bəzi zamanlarda bu diyar şəhidlərin yurdudur. Şəhidlik imanla bağlıdır, İslamdan biliblər şəhid olmaq nədir. İmanları üçün, İslam vətənləri üçün canlarından keçiblər, bu torpaq üçün canlarından keçiblər. Məscidlər var, hələ də bərpa olmaqda da davam edir, dirçəlir məscidlər, elm tələbələri var, İslam alimləri yetişir, əlhəmdülillah. Sələfi mənhəci, təmiz tohid bu diyarda açıq, aydın Allah Taala yayır. Allah Taala öz ümumi yayır, müvəffəq edən Allahdır, ona sonsuz həmd olsun, bu qədər. Allah Taala bizə şifa versin.